Uzun videodur. Zamanınızı almaq istəmirəm. Deyir ki, cəmi cümlətanı bu 6500 ve icazı bunlar müqavimət göstərdilər. 6500'ü deyir. تنها 65 انسان از این دلاوران زنده ماندند و بقیه شهید شدند و اجازه پیش Bunların yetişdirdiyi bu 6000 bu uzun videodur. Zamanınızı almaq istəmirəm. Deyir ki, cəmi cümlətanı bu 6500'dən o əməliyyatda 65 nəfər diri qaldı. Rəsulullah bunların yetişdirdiyi əsgərləri görəndə deyirmiş ki, cəmaət burada olmasaydı ağlardım. Heydər Əliyev buna deyib ki, sən aslan yetişdirmisən, sən əsgər yox. Amma o aslanlardan 6500'dən cəmi 65 nəfər qalıb və doğrudur. Amma niyə? Niyə qalıb? İndi bunun söhbətin dalı da maraqlıdır dostlar. Sadəcə dedim, zamanınızı mən ona almaq istəmirəm. Amma indi buyurun, niyəsini mən desəm, ola bilsin ki, biraz qeyri-ciddi alınar. Amma hər halda vaxtıyla Azərbaycanda nə bilim, millət vəkili olmuş, vəzifələrdə olmuş, məsələlərin içində olmuş adam bunun haqqında belə deyir. Bunların mən o zaman izləyirdim. Bunların arasında bir söhbətlər getdi. Bunun Milli Məclisdə o zaman elə bu əsgərlərin ölümü ilə bağlı Əmr Mənsur Həqiqətpurun söhbəti getdi. Ona görə də Siyavuş Noruz yazır ki, İran ordusunun generalı olan Mənsur Həqiqətpur 1993-cü ildə Azərbaycanda gizli fəaliyyət göstərib. O hərbi təlimləri verəndən sonra da bir zamanlar güya İrana gedib, əslində getməyib Bakıdaymış. O bizim hərbi hissələrə gedərək Azərbaycana aid hərbi məntəqələrin yerlərini müəyyənləşdirib gizli erməniləri ötürüb. Bunu yap üzvü Siyavuş Noruz, bilmirəm, indi deputatlı millət vəkilliyə yox. O zaman yazır bunu. Bununla bağlı 1994-cü ildə Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyində cinayət işi qaldırılıb. Azərbaycanın o vaxt mən artıq o qəzeti qoydum. Qəzetdən mən sizə bunu oxuyuram. İstəmirəm yəni burada həm də o qəzeti təkrar vaxt alıb sizə göstərək. Elə başlığı yazsınız, gedib mən oxuduğum yazını tapa bilərsiniz. Azərbaycanın o vaxtki Müdafiə Nazirliyinin rəhbəri onu maşınlarda təmin edib ki, Həqiqətpur o vaxt İranın burada səlahiyyətli hərbi nümayəndəsi olub. Sipah generalı, peşəkar kəşfiyyatçı Həqiqətpur Bakının 8-ci kilometr ərazisində Nəxçıvani küçəsi ev 38, mənzil 36-nı 1992-ci ildə ilin may ayının 27-sində kirayə edilir. Mənzilinə qədər dəqiqləşdiriblər. Qaz 31 və Niva markalı C01 57 Az nömrəli maşında gəzirmiş. Onunla həmkarçılıq edən Nardaran sakinləri də Milli Təhlükəsizlik Qüvvələri tərəfindən həbs olunublar. Həqiqətpur bunları özü ilə İrana aparıb gətirilmiş. Onlara İranda təlim vermişlər ki, Azərbaycanda təxribatlar törətsinlər. Həqiqətpur Azərbaycana gələn kimi də Azərbaycan hüquq mühafizə orqanları tərəfindən həbs olunacaqdır. İndinin özündə də o həbs hələ qüvvədə durur,